Masazır qəsəbəsi Nəriman Nərimanov küçəsində günlərdir eyni problem sakinləri narahat edir. Partlamış içməli su borusundan tonlarla təmiz su yerə axır, küçəni gölməçəyə çevirir. Sakinlərin sözlərinə görə problem iri şəhərlərin Birləşmiş Su Təchizatı xidmətinə bildirilib. Qurum tərəfindən dəfələrlə baxılacaq vədləri verilsə də, bugünə qədər əraziyə nə qəza briqadası gəlib, nə də real tədbir görülüb. Şikayətçi Nahib Orcov deyir ki, bir il öncə köçdüyü bu evdə problemin olduğunu ona dəyən ziyandan sonra xəbər tutub. Qonşuların sözlərinə görə əslində bir neçə ildir ki, axıntı olub, aidiyyatı quruma da müraciət edilib, amma şikayətə laqeyd yanaşılıb. Vəziyyət isə getdikcə acınacaqlı hal alır. Xanım, baxın, bax. Bir həftənin içində görün mənim evim necə partlayıb. Bax, alçıpanlardır, bax, bu patologdur. Bütün otaqlarda bax, aboylar bu vəziyyətdə olur. Hamısı bax, belə aboydu deyin, hələ bilinmir. Bax, görürsünüz, hamısı bax, belə çatlayır. Bu isə podvaldır. Hamısı bax, belə. Bu da hamam kafelidir, bu da buradan çatlayır. Hazırda isə şikayətçi evini və həyətini basan suyun qarşısını almaq üçün şəxsi hesabına xüsusi texnika gətirərək arx qazdırıb. Su ehtiyatlarının qorunması, yeni anbarların tikilməsi və su təchizatının yaxşılaşdırılması ilə bağlı ardıcıl işlər görüldüyü bir vaxtda Masazırda içməli suyun çölə axması sual doğurur. Bu israfın məsuliyyətini kim daşıyır? Məsələ ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə əlaqə saxladıq. Qurumdan əraziyə baxış keçirmək üçün nümayəndələr göndərildiyi bildirildi. Həmçinin qeyd olundu ki, su borusu sakinlər tərəfindən qazıntı işləri aparılarkən zədələnib. Borunun axıntı olan hissəsi müvəqqəti olaraq rezin başlıqla bərpa edilib. Qəza briqadası yaxın zamanlarda xəttin bərpasını icra edəcək. Ən acınacaqlısı odur ki, problemin həll olunmadığı müddətdə bu qədər içməli su hədər gedir. Dövlət resursları açıq-aşkar israf olunur. Şəfiqə Şəfa, Pərviz Allahverdiyev, Bizim Media.